Salam, hər vaxtınız xeyir olsun, hörmətli İctimai Nəzarət Təşkilatının bütün izləyiciləri. Mən bu günləri 25-i 6-cı ay 2026-cı ildə Cəlilabad rayon Uzuntepe kəndində şəhid Rəşad Qəmbərlinin il dönümü ilə bağlı Əlzaminin evinə yığışmışıq və hamı kimi biz də il dönümü ilə bağlı rəhmət diləyirik. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Şəhidlərimizi rəhmət eləsin. Bugün Rəşad qardaşımızın mövlududur. Biz də özümüzə borc bildik ki, əminin yanında olaq. İndi üzrli səbəblərdən tez qalxırıq. Amma Allah sizə can sağlığı versin, Allah sizə səbir versin. Sizin kimi valideynlərdir ki, bu Azərbaycan bayrağını yüksəklərdə qaldıran oğullar yetişdirib və onların sayəsində bu bayraq anlaçıq dalğalanır. Bizlər vətəndaş olaraq, istər məmur olaraq hər kəs sizlərə borcludur. Bizlərin isə qardaşlıq borcudur. Hər zaman sizlərin yanında olaq. Biz hər zaman sizlərin yanınızdayıq. Allah sizlərə səbir versin. Cənnətləri dəyişməyən mövluddan mübarək Ətəyin çırpıb aya bir kəsbərin balasıdır. Sənin burada bu sözləri deyən dedi, məni tanıyırsınız mən kiməm? Dedilər ki, tanıyırıq. Bəziləri yalandan dedi, tanımırıq, işim yox. Rabi bəzi orada fərqlər var. Amma höccətin tamamladı İmam Hüseyin əleyhissalam. Dedi, mən Peyğəmbər balasıyam. Mən Peyğəmbərin barmağından ağız alan şəxsəm. Mən Peyğəmbər mənim barəmdə buyurub və mənim anamın bayrasını buyurub ki, mən o kəsin balasıyam ki, deyib Fatimə mənim paramdır. Hər kəs onu əziyyət etsə, mənə əziyyət. Mən Əliyyə Mürtəzanın balasıyam. Bu o deməkdir ki, insanın əali məqamda orada bir çox sözlər oldu. Məsələn, biri birdən o məclisdə mənə bir dənə bir söz, əgər xətrimə dəyən bir dənə söz desə, tez soruşaram Məcid qardaşdan, sən tanıyırdın mı o mənə deyən, hardan idi, kim idi, niyə belə dedi, harda işləyir, nəyi var, pulu var, dövləti var, kim arxayındır sözü mənə deyir. Mən bunu tez o şəxsdən sonra soruşaram. Amma İmam Hüseyin əleyhissalam dininə xatir gör hansı sözü dedi. Bax, diqqət edin, dedi, gəlin tövbə ilə mən sizlərimizə vətən yolunda, çünki şəhidlik var, vətən yolunda. Biz İmam Hüseyin əleyhissalama və 10 gün məhərrəmliyi saxlayırıq. Qısa odur ki, çünki Peyğəmbərə səlavat etsən elə. Şəhidlərimizi şəhidlərə qonaq qərar versin. Peyğəmbərə səlavat etsən elə. المرسلين على صراط المستقيم على أكثرهم فهم لا يؤمنون عليهم أنذرتهم أم لم تنذرهم لا يؤمنون إمام فرد ربي وجعلنا من المكرمين وما أنزلنا على قومه من بعده من جند من السماء وما كنا. Çox hörmətli Siqnal İctimai Nəzarət Təşkilatının Cənub Regional üzrə sədri Nəsir Hüseyin. Allah şəhidləri rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Çox sağ olun.